Nəzərə alsaq ki, yeniyetmələr və uşaqlar sosial media istifadəçiləri arasında və hətta cəmiyyətin ən həssas belə deyək bəndidirlər. Gözəllik sənayesinin bu istismarına məruz qalmaqları çox ciddi suallar yaratmaqdadır. Onlar sadəcə yeni alıcı kütləsi deyil, bir o qədər də bir ömür boyu özlərinə sadiq olacaq bir auditoriya formalaşdırırlar. Nəticə etibarilə bizim bu həssas bənd dediyimiz, həssas auditoriya dediyimiz yeniyetmələr və hətta uşaqlar belə bir tərəfdən həmin o uzaq olan o gözəllik standartı ilə sınanırlar, yəni onların özgüvənləri sınanır. Bir tərəfdən də onların həmyaşıdları tərəfindən təzyiq olunur. Yəni ki, bu həssas dönə-dönə həssas dönəm deyirik. Çünki insanın kimliyinin formalaşdığı yaşlardan söhbət gedir və nəzərə alsaq ki, biz özümüzü müqayisədə kəşf edirik və bizim kimliyimiz bizə bənzər insanlarla müqayisədə formalaşır. Onda heç də təsadüfi deyil və təəccüblü deyil ki, bugünkü gün biz xüsusilə qızlar arasında çox ciddi mental və hətta filtr dismorfiyası adlanan bir prosesi müşahidə edirik. Filtr dismorfiyası dediyimiz isə öncədən elmi ədəbiyyatda bədən dismorfiyası, yəni insanların öz bədən formalarına narazı olmaları fenomeninə deyilirdisə, bugünkü gün buna filtr dismorfiyası deyilir. Çünki həmən o filtrdə gördüyü görüntünü real həyatda ala bilmədikdə yaranan o narazıçılıq və özgüvən probleminə xitab etmiş oluruq.